Çitать sözünü və digər davamıcı tərzdə olan feilləri gələcək zamanda istifadə etməyi öyrənmişik. Bu asandır və biz bunu öncəki videoda baxdıq bu mövzuya. İndi isə gəlin baxaq. Bəs bunun bitmiş tərzdə olan tayı var idi. Прочитать. Onu gələcək zamanda istifadə etsək, nə edəcəyik? Bitmiş tərz haqqında biz nəyi bilirik? Bilirik ki, keçmiş zamanda olub bitib deməkdir. Gələcək zamanda hansısa məqama qədər olub bitəcək deməkdir və indiki zamanda istifadə olunmur. Bu məlumat bizə lazımdır. Çünki siz прочитать feilini bildiyimiz formada gəlib sadəcə şəxsləndirsəz, yəni bu şəkilçilər sizə indi çox tanış gələcək. Я прочитаю, ты прочитаешь, он прочитает, мы прочитаем və s. bu standart hamının bildiyi şəkilçilərdir. Amma siz прочитать, yəni bitmiş tərzdə olan bir feilə onu aid eləsəz, bu sizə indiki zamanı yox, birbaşa gələcək zamanı verəcək. Və bütün digər feillərə aid biz bunu edə bilərik. Misal üçün, нарисовать şəkil çəkmək. Я нарисую, ты нарисуешь, он нарисует və s. Görürsüz, yenə eyni şəkilçilər, hansı ki siz normalda indiki zamanı keçəndə bu şəkilçilərə baxırsınız, amma burada gələcək zamandan söhbət gedir və yenə də eyni şəkilçiləri istifadə edirsiniz. Çünki нарисовать, прочитать, покушать, погулять kimi bitmiş tərzdə olan feilləri siz onsuz da indiki zamanda istifadə edə bilmirsiniz. Ona görə eyni şəkilçiləri tətbiq etməklə onları gələcək zamanda istifadə etmiş olursunuz. Bu kimi çətin mövzuları asan formada mən özün öyrən proqramımda izah edirəm. Əgər siz müəllimlə bunları keçə bilmirsinizsə, o zaman özünüz məşğul ola bilərsiniz. Özün öyrən proqramımızda video formatında bütün bu mövzular izah olunub, onlara aid çalışmalar verilib və təbii ki, orada təkcə qrammatika yox, kifayət qədər çoxlu leksika var. Sözlər, dialoqlar, mətnlər, səsli formada ki, sizin həm tələffüzünüz, həm anlama qabiliyyətiniz, həm də danışıq qabiliyyətiniz artsın. Əgər siz rus dilini öyrənməyə yeni başlayırsınızsa, hardasa başlanğıc səviyyədəsiz, orta səviyyəyə çatmaq üçün bu proqramı istifadə edə bilərsiniz. Məlumat üçün bizə WhatsApp-a yazın.